Hər kəsə salam. Heç fikirləşmisiniz ki, veb sayta qoyduğunuz sadə bir şəkil bütün saytı necə iflic edə bilər? Elə bil hər şey əladır, amma sayt sanki yuxuya gedir. Bax, bugün biz bu rəqəmsal detektiv hekayəsinin izinə düşəcəyik və təsvirlərin iki fərqli dünyasını, raster və vektor qrafikasını birlikdə kəşf edəcəyik. Gəlin qəhrəmanımızla tanış olaq, qrafik dizayner Lalə. O, saatlarla əziyyət çəkib möhtəşəm bir loqo hazırlayır, həvəslə sayta yükləyir və salam, sayt donur, səhifələr güclə açılır. Bu təkcə Lalənin yox, bir çox dizaynerin, veb tərtibatçının üzləşdiyi çox real bir baş ağrısıdır. Yaxşı, bəs problem nə idi? Fayl həddindən artıq böyük idi, yoxsa formatı düzgün seçməmişdi? Gəlin bu tapmacanı addım-addım açaq və görək Lalənin probleminin kökündə əslində nə dayanır. Beləliklə, gəlin ilk olaraq Lalənin qarşılaşdığı vəziyyətə biraz daha yaxından nəzər salaq. Səhv harda buraxılmışdı? Deməli, Lalə peşəkar qrafik dizaynerdir. Onun işi brendlər üçün vizual kimlik yaratmaqdır. Logolar, illüstrasiyalar və s. Yəni onun hər bir işi vacibdir. Amma bax, bu dəfə hazırladığı o gözəl logo heç gözləmədiyi bir texniki problemə yol açdı. Bu problemin kökünü anlamaq üçün gəlin bir anlıq kompüterlərin təsvirləri necə gördüyünü anlamağa çalışaq. Bilirsiniz, əslində bütün rəqəmsal şəkillər iki əsas düşərgəyə bölünür. Birinci növ raster qrafikasıdır. Telefonla çəkdiyimiz şəkillərin, internetdə gördüyümüz fotoların, demək olar hamısı bu tipə aiddir. Təsəvvür edin ki, şəkilə lap çox yaxından baxırsınız və minlərlə kiçik rəngli kvadrat görürsünüz. Bax, o kvadratlar piksellərdir. Hər birinin öz rəngi var və hamısı birləşib bütöv bir təsvir yaradır. Sanki rəqəmsal bir mozaikadır. İkinci növ isə vektor qrafikasıdır və bu tamamilə fərqli bir dünyadır. Burada piksellər yoxdur. Vektor təsvirlər riyazi düsturlardan, tənliklərdən ibarətdir. Yəni, kompüter şəkli yaddaşda saxlayanda hər pikselin rəngini bir-bir əzbərləmir. Sadəcə belə bir əmr saxlayır. A nöqtəsindən B nöqtəsinə filan qalınlıqda, filan əyrilikdə bir xətt çək. Yaxşı, artıq hər iki tərəfi də tanıdıq. İndi isə gəlin onları ringə çıxaraq və bir-biri ilə müqayisə edək. Onlar arasındakı fərqlər bizim o sirri məsələni həll etməyimiz üçün əsl açardı. Və budur. Bütün hekayənin ən kritik məqamı, miqyaslama, yəni şəklin ölçüsünü dəyişmək. Raster qrafikasının Axilles tabanı, yəni ən zəif nöqtəsi, məhz onu böyütmək istəyəndə üzə çıxır. Gəlin öz gözlərimizlə baxaq. Solda orijinal, kəskin bir raster təsviri var, hər şey qaydasındadır. Amma onu böyüdən kimi sağdakı nəticəyə baxın. O kiçik piksellər artıq aydın görünməyə başlayır, şəkil bulanıqlaşır, keyfiyyətini itirir. Biz buna pikselləşmə deyirik. Yaxşı, bəs bu niyə baş verir? Səbəb çox sadədir. Siz şəkli böyüdəndə kompüter mövcud piksellərin arasına yeni boşluqlar doldurmalıdır. Amma o boşluqların rəngi haqqında heç bir məlumatı yoxdur. Ona görə də başlayır təxmin etməyə. Yəqin ki, bu piksel qonşularına oxşar bir rəngdə olmalıdır deyir. Bu təxminlər isə keyfiyyətin itməsinə gətirib çıxarır. Vektorlarda isə vəziyyət möcüzəvi dərəcədə fərqlidir. Təsviri istər bir kibrit kutusu boyda edin, istərsə də bir bina boyda böyüdün, keyfiyyət qətiyyən itmir. Niyə? Çünki kompüter təxmin etmir. O sadəcə riyazi düsturları yeni ölçüyə görə yenidən hesablayır. Nəticə, hər zaman iti, kəskin və təmiz xətlər. Gəlin, bu cədvəldə hər şeyi qısa və konkret ümumiləşdirək. Deməli, raster piksellərdən yaranır, böyüdükdə keyfiyyəti ölür və fayl ölçüsü adətən böyük olur. Vektor isə riyazi düsturlara əsaslanır, keyfiyyəti itirmədən istənilən ölçüyə gəlir və fayl ölçüsü çox kiçikdir. Bax, bu fayl ölçüsü məsələsi Lalənin probleminin əsli cavabıdır. Belə, artıq bütün ipuçları əlimizdədir. İndi isə bir detektiv kimi cinayət yerinə qayıdıb Lalənin problemini bir dəfəlik həll edək. Və budur cavab. Sən demə, Lalənin loqosu yüksək rezolyusiyalı, yəni milyonlarla pikseldən ibarət bir raster faylıymış. Məsələn, PNG formatında. Nə qədər çox piksel, o qədər çox informasiya deməkdir. Və nə qədər çox informasiya, o qədər də böyük fayl ölçüsü deməkdir. Nəticədə də o böyük fayl saytın yüklənməsini iflic edirmiş. Həlli yolu isə əslində çox bəsit idi. Diaqnoz, həddindən artıq böyük raster faylı. Resept, loqonu dərhal vektor formatına, məsələn, müasir veb üçün ideal olan SVG formatına çevirmək. Nəticə, faylın ölçüsü dəfələrlə kiçildi, loqo istənilən ekranda mükəmməl kəskin qaldı və ən əsası, veb-sayt yenidən əvvəlki kimi sürətlə işləməyə başladı. Məsələ həll olundu. Lalənin hekayəsi bizə dərs oldu. İndi isə gəlin bu yeni bilikləri götürüb öz rəqəmsal alət çantamıza yerləşdirək və görək onlardan gündəlik həyatda necə istifadə edə bilərik. Qayda əslində çox sadədir.
Əgər bir təsvir fərqli ölçülərdə istifadə olunacaqsa, məsələn, bir loqo həm vizit kartında, həm də böyük bir reklam bannerində olacaqsa, mütləq və mütləq vektor seçin. Yox, əgər işlədiyiniz şey rənglərlə zəngin, detallı bir foto şəkildirsə, o zaman raster daha düzgün seçimdir. Və qızıl qaydanı heç vaxt unutmayın. Veb-saytlar üçün kiçik fayl ölçüsü sürət deməkdir. Artıq siz raster və vektorun gücünü də, zəifliklərini də bilirsiniz. Bu, bir növ yeni bir güc kimidir. Bu biliklə siz daha sürətli saytlar, daha peşəkar görünən vizuallar yarada bilərsiniz. Bəs siz bu yeni gücünüzlə ilk olaraq nəyi dəyişdirəcək, nəyi daha yaxşı edəcəksiniz? Seçim sizindir.